kömək olsun. Bilirsən niyə qoşuldum? Qoşulmayacaqdım. Səbirsiz demək istədim. O günlərim da bilmirəm xəbərin oldu olmadı. Atan canlı yayım dedi. O oğlanı Mahiri yaman söyürdü yazğı. Da sən neçə dəfə yazdım, mənə cavab da vermədin. Kayıtlar gedib atılıb xəttədir kayıtlar. Kim mənim haqqımda gedib canlıda danışacaqsa, orada bir oğlan var. Orada onların şeyinə qoşulur, canlısına. O yerazdı, nə bilim, nə zibildi, nədir, kimdir, ayıb olsun ona. polisdə işləri. Onları şey eləyir. Elə bil ki, necə deyirlər, elə bil ki, od tökürdü onların üstünə. Cəmaatı qoşur ora, biabırçılıq da bir dənə qadın qoşuldu, çox sağ olsun. O dedi ki, ayıbdır da, adam uşağın dalında belə sözlər danışır. Atam biraz söydü, heç xoşum gəlmədi, yəni yaraşdırmadım. Amma oğlan heç nə demədi, adam Allahla danışır. Heç nə demədi, heç o uşaq söymədi, heç nə. İçib oturmuşdu. İçkiliydi. Kayıtlar gəldi. Kayıtlar qaynar xəttə gedibdi. Kayıtlar polis idarəsindədir. Həmən o yeni həyatdırmı, mənasız həyatdırmı, yerazdırmı? Bax, odur əsas eləyən. Allah'ın belasını versin. Heç nə. Kartım məndə var, özüm pul atacağım sənə. Narahat olma ürəyim, narahat olma. Mən hədiyyə ata bilmirəm Arzu, ona görə qurbanım. Yoxsa ata bilsəm, yəni bacarmıram. Ona görə deyirəm sənə pul atacağım. Yəni heç kim başqa mənada yozmasın. Yəni elə bir ki, mən sənə hədiyyə atıram da. Fərqin nəsə yoxdur ki onun. Allah köməyin oldu bacı, öpürəm, hələlik özünə müğayət ol. Heç kimin də danışığına fikir vermə. Hər şey yaxşı olar inşallah. Allah hər şey ötəsinə düşəcək. O valideynlər də mənim qapımı açacaqdı. İndi yox deməklə. Amma özünüzə qalacaq. Vallahi özünüzə qalacaq. Adam eləməmiş. Çətinlik olur. Heç kəs deyə bilməz ki, ya qızı ya oğlanı heç kəs deyə bilməz ki, mən evlənəndə yağın balın içinə düşmüşəm. Mənim bibim eşitirsən, Rusiyada yaşayır, Moskvada. Həkimdir. Özündən 15 yaş balaca bir kişi ilə evlənib. Onun 2 dənə uşağı da var indi. Nəvələri də var. O kişi ilə də çox xoşbəxtdir. Bəli. Hər şey gözəldir. Valla heç demək olmaz ki, onlar yəni o tərzdə yaşayırlar. Başa düşürsən? Bəzi insanlar geri zəkalıdır. İndi nə olsun, insan da ürək istəyə bilər, evlənə bilər. O demək deyil ki, durub sən onu söyməlisən, aşağılamalısan, nəysə. Mənə çatmır elə şeylər. Yəni mən pis baxmıram. Ola bilər. Hamı istəyə bilər. Burada da sözüm birbaşa özümüzünkilərə də verilişdə mənim vaxtım olmur sizin haqqınızda müzakirə eləyə. Yəni ayağınızı dək qalın. Atam da düzgün iş görmür. Açırsan canını, Allah köməyində olsun. Allah razı olsun. Gör mən canlı açanda sizdən danışıram. Sizdən maraqlanıram. Sizdən bir şey eləyirəm. Elə mənə yazırlar ki, sənə söylə, deyirəm cəhənnəmə söyüsün. Biri yazmışdı ki, görsən yorum bağlamışam. Anan canını açır, səndən danışır. Danışsın, önəmli deyil. Mənim üçün önəmli deyil. Vız gəlib, tırız gəlib. Qaldı ki, o belə deyək də, gözəlin dindən desə, fitil şey, qoy belə deyim də, fitil qoyusuzsa, vallahi o ata da mənim qapımı açacaq, nəvəsi olandan sonra. Bəli. Hər kəs gələcək qapıma. O ki, o kayıtları qoyacaq mənə qabağınıza. Onda utanarsınız. Ayıb olsun. Nə bilim, nəsə o oğlana yazdım orada. Prosto mənə cavab mənə qoşmadılar da. Qoşdular oğlanı söyəcəydim. Yəni pis də söyləyəcəydim. Burada da ki, atama deyirəm, anama deyirəm. Sözüm sizədir birbaşa. Xahiş edirəm. Yazıq uşağın atasına, anasına söymün. Onun bir doğma atası, anası rəhmətə gedib. Önünüzü kendinizi bilirsinizsə, o uşaq sizdən işi yoxdur. Onu söydülər, biabır elədilər, təhqir elədilər. Yazıq ağzını açmadı. Allah and olsun. Mən gördüm də, yəni mən şahid oldum. Yəni mən sizi takip eləyirəm, amma sizi tərəfdən baxdım. Yəni mən onlar tərəfdən baxmadım.
O sən 2 səhifədə takip edirəm. Baxdım, gördüm, ay Allah, aləm qarışıb bir-birinə. Biraz qulaq asdım. Nə qədər istədim qoşulam, qoşula bilmədim. Ki qoşulam o oğlana deyəm ki, nə ortada gəzirsən, ayıb olsun sənə. Gəl bura, yeni həyat. Bura gəl. Vermişəm polisə səni. Bura gəl. Gəl. Eşidirsən məni yeni həyat. Salam aleyküm. Aleyküm əssalam. Heç biri sənin salam Allahın salamıdır. Salamını da götürmək istəmirəm. Sən nə danışmısan? Sən nə etmək istəyirsən? Sən nə qalmaq istəyirsən? Sən o uşağı tanıyırsanmı? Sən Mahiri tanıyırsanmı? Mahirin valideyni sən getmirsən mənim atam içkili vəziyyətdə otuzdurmuşsunuz, başlıyorsunuz söyməyə. Sizin önünüz yoxdurmu? Sizin diliniz yoxdurmu? Kim içsən? Kim içir? Mən atam içib otur ağzının danışığını bilmirsiniz, siz orada qaz verirsiniz. Sənə bir söz deyim mən. Eşitirsən məni? Hə, eşidirəm. Birinci növbədə xahiş edirəm. Mən sizin nə Zaur doyam, nə Mahir doyam. Yavaş danışaq, birbirimizi eşidək. Sən kim olmuşsan axı? Deyirsən ki, mən polisəm. Polisən, get polisə səni vermişdirsən. Olsa kayd elib atmışam. Sizin kaydlar mənim əlimdədir. Birincisi, həyat mənim həyatımdır. 19 yaşa getdim, 20 yaşa getdim, sənə adiyyəti yoxdur. Sənə heç adiyyəti yoxdur. Sənə mi ərə gələcəkdim? Oturub orada atama ağzına gələn danışırsınız. Utanmırsınız? Polisin yanına hadi bakacağım. Ay, yalandan danışırlar axı. Yalandan danışırlar hamısı. Diyorsun var. Nəyi? Bir qulaq as mənə. Ha? Hadi yakıştık bakayım. Gəlin. Hə, eşitirsən? Səsimin tonunda alacağım sənə. Gözün nurlusan, nə sən çıx mənim efirimdən. Mən sadəcə ola deyirəm ki, biz sizdən danışmırıq. Sizin qonşudur. Müzakirə. Mən qonşum kimdir? O bax, burada çoxsu sənin qonşundur burada. O yazanlar. Hər kimdir, mənə aidiyyəti yoxdur. Mənim bir dənə qonşum var, o da ki, mənim yaxın qonşumdur, onlarda da gedib yemi. Yaxşı, yeni həyat, sənə sual verirəm. Gecə saat 2-də, Mahiri qoyuruq qırağa, Mahiri qoy qırağa. Sənə sual verirəm. Gecə 2-də ata evdə evladını qovarmı? Niyə nə var sanki qoyuluyum? Mən heç nə içib, ağlı başında olmuyubdur, başlayım. Anamla tutası bal demlikdən danışırsınız. Hə? Qulaq as, da mənə, indi sənə bir söz deyim. Olar mı? Gəl normal şəkildə Mən birbirimizi qızılımı qoymuşam. Mən qızılımı qoymuşam. Yalandan deyir ki, Mahirə gedimizə. Yoxsa Allah sənin bəlanı versin. Mən ATV-yə gələndə sənin pulunu həm düzəltmişəm sənin qoxuna, orada görürsüz ha, naxışlı şeylər görürsən. Qızılımı qoymuşam, sənin evini naxaşlamışam. Qızılımı qoymuşam, təzən gənə kredit götürmüşəm. Qızılımı qoymuşam, sənin pravanını çıxartmışam. Utan, ayıbdır, utan. Özünə orada suğurda qaldı bibim qızlarına. Sən kim olmuşsan oçyan? Adam öldürmüşsən də türmədə yatansan. Kim olmuşsan sən? Sən bibim qızı, sən kimsən? Atasız olanda mənə gətir bir tikə çörək vermişsiniz? Hə? Kim olmuşsunuz siz? Bir dənə qulaq as, yaxşı, qışqırma, sakitləş bir. Mən sənə bir söz deyim daha. Nə varmışsan, yaxşı eləmişsən, birinci növbədə. İkincisi, eşitirsən, səsim gəlir sənə. Eşidirəm. Aysa, ikincisi, sənə bir dənə söz deyim, amma öz vicdanına deyil, hər şey qoyuram bir tərəfə. Eşitirsən məni, atanı, ananı, hər şey qoyub bir tərəfə vicdanına cavab ver. Sən Mahirlə hər nə qarşısan, evlənsən, boşansın, özün bilərsən. Mən ona da dedim o gün sözümü. Ki, yəni, o əynində bir şalvar ala bilmir. Sabah sən özünə demişəm, ha, olacaq şeyləri nətər edəcək, özü bilər, nəysə. O sən orada dədənə canlı açıb, siz PK oynayırdınız, yadındadır bu 2-3 günündən qabaq. Həmin dava olan günə də, yəni belə deyim. Hə. Sən dədən haqqında eşitirsən, danışır, gülür, ləvədə şəvədə deyir, sən ona gülürsən. Sən onun özünə nətər qəbul edirsən? Qulaq as. Mən dədəmin haqqında bir dəqiqə gözəl.
Mən dədəmin haqqında o uşaq söymüb, qayıtlar gəlib məndən. Sənə bir dənə şampun deyibdi, nə deyibdi? O sözünü deyib qoyur. Qayıtlar var əlimdə, vermişik polis idarəsinə. Qayda qanundan sizdən söhbət edəcəm. O uşağı mən atama fitil qoyub, mən uşağı qaldırmayım mənim atamın üstünə. Ya da o atamı da qaldırmayın onun uşağın üstünə. O uşaq yetim uşaqdır. Bu həyat mənimdir, mənim seçimimdir. Yaxşı dədə nənə olsaydı, elə belə deyirsiniz, kişi sayır. Belə deyirsiniz, ay Arzu kişi sayır. Yaxşı dədə, yaxşı nənə olsaydı mən kişi saymazdım. Oturardılar, tərbiyə verərdilər. Tərbiyə verərdilər. Mən bu oyunu seçməzdim. Başa düşdün? Mən həyat istəyirəm. Həyat yoldaşı istəyirəm. Onunla da inşallah həyat yoldaşı gəlmirəm. Vəsiyo, söhbət burada da bitdi. Sonra gözəl danışdı ki, evladını falandı, bəhməndi. Qulaq as mənə. Gör nə deyirəm sənə. Deyirsən üşüyürəm elə. Mən öyrənmişəm çox kişiləri yola vermək. Günay xanım, təşəkkür edirəm hədiyyən üçün, var olasın. Qulaq as mənə. Sən Mən sənə qulaq asım, məcburiyyətiyəm sənə qulaq asım. Mən sadəcə qaldırdım səni ki, özünüzdən danışın. Özünüzdən. Denən ay barat kişi, sənin nəslin nətərdir? Bir dənə ondan danış, sənin nəslindən götürüb Arzu 2 qatla gedir. Başa Ay, düşdün? nə olub onun nəslindən? Normal kişidir nə? Hə, normal kişidir. Gedər belə. Bir arada get kartoşkanı ək, ondan sonra gələcəksən məndən nə söhbət eləyəcəksən. Bir daha da deyirəm. Allah şahiddir. Bir daha da canlı açsanız, mənə müzakirə eləsəniz, Qurandan dostum yatdığı yerdə hamınızı götürəcəm. Zaten vermişəm. Bir daha da açırsınızsa gedin özünüzdən danışın. Məndən danışma. Hə, mən verəcəm. Hə, mən verəcəm. Ay, sən Mahirlə danışmırsan, qurban olumsa. Normal danış. Mən Mahiri qatma ortaya. Mən burada Mahir sənə nəysə deyir, səndən söhbət eləyən Arzu. Yəni deyirəm onunla danışmırsan, Mahirdən değil mi? yanıqlısan, mən onunla neynim? Sən Mahirdən heç ki, Mahir mənim atam bir daha da söyüş və təhqir yağdırsa, mən eləmək ki, evimi də satsanız mənim əlimdən qutara bilməyəcəksiniz. Nəyi? Sağ elə gəlir o. Sənin dərin ölçü məsləhət salsın mənə. Düş aşağı çıx Eşitsənmi? get. Qulaq Düş as mənə. aşağı çıx Qulaq get. as mənə. Sən. Eşitirsən məni? Nə mən burada ATV-dəki Zarduyla oradakı killiyəsən mənə sağ qulaq asam. Nə də başqası. Zarı bax telifi qatma. Başa düşdün? Başa düşdün sən nə deyirəm? Sən onu Sən qatma. normal. Sən normal ağlın başına yığ. Sənin başında yel çəkir. Xəstə adamsan. Sən başında çəkib barıqdan sonra nə sənin başında yel çəkir. Məncə o nə başım qoyardı da ata mırıq gəzirdim ne çaydı. Niyə diş qoydurmurdu? Niyə qoydurmurdu? Niyə borcun var 35 yaşında adama? Danışırsan sən. Nəysə duş 35 yaşında adama borcun var. 35 yaşında adama borcu mu var? Borcun var 35 yaşında adama. Bən atalıqdan danışırsan, dədəlikdən danışırsan. Elədi də nə varsın 35 il sən saxlayıb. Elə belə olursa. 35 ildir mənə baxmayıb. Başa düşdün? Duş aşağı çıx get. Niyə? Duş aşağı bir də məndən danışsanız, bir də müzakirə eləsəniz, səni biləm nağaracaq. Ay sən mənə heç nə dilənməsin, ağlın başına yığ. Başa düşdünmü? Məni ATV-yə rədd etmə də, mən gəlməyim ora. Gəlim sənə başqa cür danışmayım orada. Yaxşı mı Arzu? Düş aşağı. Düş aşağı. Düş aşağı. Səndən də sənə son dəfə də deyirəm ki, Mən də sənə son dəfə oyarıram səni. Ağlını başına top elə. Ağlını başına top elə. Mənlə çılınqağaz oynama. Başa düşdün? Davay düş yerə. eşitirsən məni. Qulaq as mənə. Sənin artistliyin, sənin bu hikən orada kiməsə, yanındakı ürəyindəkinə keçər. Mərfətin qanacağın olsun, tərbiyyən olsun. Tərbiyə vermişlər, qıraqdakından tərbiyə götür. Bir ikinci dəşin sən o əziz çəkir anan, sənə baxır. Hər şey bir tərəfə, ondan bir xidmətin olsun. Mənə hansılıqdan baxırsan? Mənə baxmırsan, nə danışırsan? Sən nə danışırsan? Kimə baxır da? Qardaş balasına baxıb. Mənə baxıb. Mənə baxıb. Niyə də sən betondan qalırsan? Məni öz nənəm baxıb böyüdü. Arkadaşlar qapını ört şey gəlməsin. Mənim nənəm baxıb, nənəm boyda başa düşüb, başa düşdü. Mən nənəm elib. Ya mənə dədəm baxmıyor.
Kimdir o? Səsini niyə bağlıysan? Eşitirsən məni? Bir dənə söz deyim sənə, səs at. Bir dənə söz deyim sənə. Səsin gəlmir. Bir dənə səsini at, söz deyim.